Artık əziz tamaşaçılar, birinci hissə başladı. Biz birinci hissəyə bağlanmışıq. Görək Mingəçevir Cəbrayıl oyununda meydan sahibləri qələbə qazana biləcəkmi? Və out Mingəçevirindir deyəsən, amma yox, qapıdan zərbə olmalıdır. Qapıdan zərbə ilə Cəbrayıl oyuncuları topu meydana daxil eləyəcək. Baş məşqçilər sizə təqdim edeyim. Deməli, Mingəçevir komandasına yeni təyin olunmuş Neftçi komandasının sabiq baş məşqçisi və Füzuli komandasının sabiq baş məşqçisi, Neftçi ilə ikinci yeri tutan və Qaradağ Lokomotivlə birinci divizyonun qalibi Füzuli Məmmədov. Füzuli Məmmədovun gəlişindən sonra Mingəçevir artıq öz oyun tərzini başlayıb tapmağa. Cəbrayıl komandasının baş məşqçisi isə Elhad Nəzirlidir. Azarkeşlər də qızışıb. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn Ağa. Artıq 11-ci dəqiqə başlayıb. Yerdə qalan oyuncular var. Hakim iki oyuncunun yanına yaxınlaşır. Cəbrayıl komandası sol tərəfindədir. Mingəçevir komandası isə sağ tərəfindədir. Bizim təşkilatı dəstəyimiz futbol arenasıdır. Ona həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirirəm. Bizim bir təşkilatı dəstəyimiz də var. Ekstra Time YouTube kanalıdır. Həm öz adımdan, həm də kanalımız adından ona da şəxsən təşəkkürümü bildirirəm. Və qapıdan zərbə ilə Mingəçevirin oyuncuları top oyuna daxil eləyəcək. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn Ağa. Cəbrayıl pressing eləyir. Ala bir pas. İkinci dəqiqə yekunlaşır. Pressing və heç nə alınmadı deyəsən. Out Mingəçevirindir. On üçüncü dəqiqə gedir artıq. Və qapıdan zərbə ilə, yox, qapıdan zərbə deyil. Out yenə də Mingəçevirindir. Asta-asta Mingəçevir təmsilçisi Cəbrayılın qapısına yaxınlaşmağa doğru addımlayır. Və out olacaq ya da korner olmalıdır. Yox, küncüdən zərbə olacaq. Bəli, azarkeşlər də qızışıb. Və deyəsən hakim iki oyuncuya da xəbərdarlıq edir. Dördüncü dəqiqədə Mingəçevir oyuncuları hesabı aça bilər və
Topçu Cəbrayılın qapısı yerindədir. Azarkeşlər qızışıb. Cəbrayıl hücuma başlayacaq. Elhat Nəzirlinin yetirmələri. Füzuli Mingəçevir komandası. Füzuli Məmmədovun yetirmələri. Pressing eləyir və top qapının üstündən keçdi. Oyun o qədər sürətli gedir ki, arada bir mən də çaşıram, ona görə izləyicilərimizdən üzr istəyirəm. Korner vuracaq yenə Mingəçevir. Görək Cəbrayıl'la oyunda qələbə qazana biləcəyimi Mingəçevirimiz. Əslində belə baxanda Füzuli Məmmədovun gəlməyə artıq Füzuli Məmmədovun da Mingəçevirə gəlməyə əslində belə baxanda yaxşı oldu. Artıq onun da baş məşqçi kimi təcrübə yığmağa ehtiyac var idi ki, gələcəkdə Premier Liqaya çıxanda, yəni Premier Liqa klubları da onu komandaya dəvət eləsinlər. 13-cü dəqiqə gedir artıq. Və 13-cü dəqiqə yekunlaşır. Pressing, qayda pozulub. Salabinə qəsəbəsindəki stadionunda Bakı Sporting Qaradağlıq vatan oyunu da futbol saatı və futbol nəbzinin rəsmi YouTube kanalı ilə birbaşa canlı yayımlanacaq. Oyun bitən kimi biz Bakıya qaydırıq. Və deyəsən cərimə zərbəsi vuracaq Cəbrayıl. Və ala bir pas. Aha. Yenilənib deyə belədir. Aha, indi Mingəçevirin golkiperi topu tuttu. Yenə də hücum eləyir Cəbrayıl, amma out Mingəçevirindir. Artıq 17-ci dəqiqə gedir. Oyunun artıq 2-1 hissəsi geridə qalıb, amma hələ də hesab açılmıyor Zaqatala şəhərində. Aha. Hala bir pas. Şəng və top meydandan çıxır və deyəsən korner olacaq. Amma yox, qapıdan zərbə, korner deyil. Artıq 17-ci dəqiqə gedir. Hala bir pas. Qayda pozulub. Hala bir pas Cəbrayıldan gəlir deyəsən, indi qolaq komanda pressing eləməlidir. Eləyir də, görə indi nəticə verəcək bu hücum. Hala bir pas. Cəbrayıl oyuncularından müdafiə xəttini yarmaq istəyir Elhat Nəzirlinin komandası. 18-ci dəqiqə gedir artıq. Mingəçevirindi. Fasiləyə qədər görə hesabı aça biləcəkmi? Və qayda pozulub. Yerdə qalan oyuncu var artıq, amma Cəbrayıl bu hücumu davam elətdirir. Görək hara qədər gedəcək, amma topu meydandan çıxartdı. Hakim artıq yerdə qalan oyuncunun yanına gelir. Artıq 1-ci liqanın da və 2-ci liqanın da yayım hüququ bizdədir və bu cür maraqlı görüşləri Futbol Saatı və Futbol Nəbzinin rəsmi YouTube kanalı ilə birbaşa canlı yayımda izləyə bilərsiniz. Və out Mingəçevirində artıq.
Və artıq 18-ci dəqiqə. Yo, 19-cu dəqiqə artıq gedir. Və az qalan Mingəçevir hesabı atmışdı, amma Cəbrailin golkiperi yerində. Mən yenə də sponsorlarımıza və baş məşqçiləri sizə təqdim edeyim, amma qoy bu üçün qutarsın. Aha, Mingəçevir əks hücuma çıxır deyəsən yenə. Amma vaxtı gətirdi. Elhat Nəzirlinin komandası. Deməli, bizim verilişin təşkilatı dəstəkləri həm öz adımdan, həm də kanalımız adından, həm futbol arenasına, həm də Extra Time YouTube kanalına şəxsən təşəkkürümü bildirirəm. Qayda pozulub. Və deyəsən cərimə zərbəsi təyin olunur Cəbrailin qapısına. Görək. Gol vura biləcəkmi Mingəçevirimiz? Topla qapının məsafəsi 100 santimetrdir artıq belə baxanda. Aha. Artıq 21-ci dəqiqə gedir görüşdə. Oyuna qədər sürətli gedir ki, artıq birinci hissənin yarısına gəlib çıxmışıq və top meydandan çıxdı. Artıq azarkeşlər orada biri deyir ki, yəni sastavı dəyişmək lazımdır. Və qapıdan zərbə ilə Cəbrailin golkiperi topu oyuna daxil edəcək. Baş məşqçilərlə sizə təqdim edeyim. Deməli, Mingəçevir komandasına yeni təyin olunmuş Neftçi komandasının və Qaradağ Lotbatanın sabiq baş məşqçisi Füzuli Məmmədovdur. Füzuli Məmmədov artıq Mingəçevir komandasının baş məşqçi postunda 3-cü oyununa keçirir. 2 oyuna çıxıb Mingəçevir komandası Füzuli Məmmədovla. Bir məğlubiyyət, bir bərabərliyi var. Yəni 2-1 məğlub olub, bir oyunda da bərabərə qalıb. Yəni yaxşı seviyə yaxalayır Mingəçevir komandası. Out Mingəçevirindir. Cəbrail komandasının baş məşqçisi isə Elhat Nəzirlidir. Hava bir pas. Aha, indi Cəbrail Mingəçevir az qala hesabı aça bilərdi. Hava bir pas, qəşəng. Hava. Və oyundan kənar vəziyyət. Offside qeydə alındı. Hava bir pas. Aha, indi Cəbrail əks hücuma çıxır. Hava bir Düremlikdən yadda qaldı Elhat Nəzirlinin komandası və out Mingəçevirində. Şimdi Düremli gedir. Mingəçevir fasiləyə kimi görək. Fasiləyə kimi həm Mingəçevir həm də Cəbrail görək. Hesabı aça biləcəklərmi?
Hər iki komanda, yəni düzdür, Cəbrayıl Moyka 2-1 məğlub olmuşdu, amma Mingəçevir isə Qaradağ Lokomotivlə bərabərə qalmışdı. Əla bir pas. Və bəxti gətirdi Mingəçevirin. Aha, indi Əla bir pas, amma qayda pozulub. Və yerdə qalan oyuncular və hakim həkimləri meydana dəvət edir. Mingəçevir komandasının oyuncusu yerdə qalıb. Və amma ayağa durdu. Hakim həkimləri meydana dəvət eləmir, sadəcə qapıçıya xəbərdarlıq olunacaq deyəsən. Və bəli, hakim xəbərdarlığı da etdi. 26-cı dəqiqə gedir. Və indi görək fasiləyə kimi hansı komanda hesab açacaq. Və indi Cəbrayılın da hücuma çıxırdı, amma heç nə alınmadı. Top meydandan çıxdı və alt görək kimindir. Siz də bizim YouTube kanalımıza abunə olun ki, sabah Bakı Sporting Qaradağ Lokomotiv oyunlarını futbol saatində izləmək şansınız olsun. Yirmi 7-ci dəqiqə gedir. Və qayda pozulub deyəsən. Artıq oyunun 2-1 hissəsinə gəldik, çıxdıq. Artıq oyunun 2-1 hissəsi yekunlaşmaq üzrədir. İndi Cəbrayıl fasiləyə kimi görək nə edəcək. Əla bir pas. Əla indi Cəbrayıl hücum edəcək. Sol ucuna açılır. Və indi hesab açıla bilər. Aha, riskli hərəkətlər eləyirlər oyuncular artıq. Bəxti gətirdi. Mingəçevirin həqiqətən bəxti gətirir. Artıq oyunun 27-ci dəqiqəsində bu hücum qeydə alındı. Əla bir pas. Əla. Solcuna açılır. Aha, pressing qəşəng. Amma heç nə alınmadı. Boşluqlar verir oyuncular artıq. Mingəçevir komandasının oyuncuları. – 28-ci dəqiqə artıq yekunlaşmaq üzrədir. İndi Cəbrayıl hücuma çıxacaq. Yerdə qalan oyuncular qonaq komandada və
Hakim xəbərdarlıq edir Mingəçevirin oyunçusuna və sonra var ödəyəsən veriləcək. Xəbərdarlıq olunur. Füzuli Məmmədov da oradadır. Mingəçevirin çalışdırıcısı və bəli sarı vərək verildi artıq. Və Füzuli Məmmədovu görürsünüz ekranlarınızda. Cəbrayıl indi cərimə zərbəsi vuracaq indi. Cərimə zərbəsi vuracaq və vurdu da. Paslaşdılar oyuncular. Pressing. Aha, Mingəçevir indi. Füzuli Məmmədovun komandası irəli atılır. Və burada hiç ne olmadı. Penaltı var idi orada ama hiç ne alınmadı. Oyuna kadar süratli gelir ki arada bir mən də çaşmalı olur ama ona göre üzüllü sahnesiz izleyicilerimiz. Ve deyəsən ya penaltı ya da cərimə zərbəsi olacaq. Və həkimlər artıq meydana dəvət olunur. Artıq 31-ci dəqiqə gedir artıq görüşdə. Zaqatala şəhərində Mingəçevir ikinci oyununu keçirdir. The out Cəbraylındır. Və ala bir pas. İkinci dəqiqə başlayıb. Hələ də oyunda hesab açılmayıb. Və deməli deyəsən out kimindir görək. Out Mingəçevirindir. Füzuli Məmmədovun komandasınındır. Aha. Mingəçevirində topu əlinə keçirir. Ala bir pas gələcək deyəsən. Aha. Nələr baş verir bu oyunda və Mingəçevirin oyuncusu yerdə qalıb ama hakim ona baxmır. Niyə axı? Riskli oyunlar artıq gelir burada. Və qırmızı vərək olacaq bu sefer. Sarı vərək. Artıq oyunda 2 sarı vərək var deyəsən. Füzuli Məmmədovadan xəbərdarlıq olunur. Hakim tərəfindən görək bu oyun gərgin keçir, nə yaxşı ki bu oyunu götürmüşəm. Otuz-üçüncü dəqiqə gedir. Oyuncular bir-birini zədələməyə doğru gedirlər. Belə halda həm qonaq komandanın oyuncularına olmaz, həm də meydan sahiblərinin oyuncularına olmaz. Çünki hər İstər Mingəçevir olsun, istər Cəbrayıl olsun, bu oyuncuların yəni sağlamlıq durumu və əgər belə oyuncular bir-birini zədələyəcəksə, belə getsə oyuncular kəllə beyin travması da ala bilərlər. Ehtimallar var, olmaz. Riskli hərəkətlər artıq bunlar eləyirlər. Hələ artıq oyunda 2 sarı vərək var. Keçən oyunda da Mingəçevirin oyununda birinci hissədə deməli 3 sarı vərək var idi. İkinci hissədə isə 7 sarı vərək oldu. 2 dənə də qırmızı vərək oldu. Bu ümumilikdə 9-10 vərək deməkdir.
Və cərimə zərbəsi vuracaq. Füzuli komandası, Mingəçevir komandası, Füzuli Məmmədovun yetirmələri. Hesab hələ ki 0-0'da. Keçən tur hər iki komanda məğlub oldu. Düzdür, məğlub olmadı, amma Mingəçevir komandası bərabərə qaldı, amma Cəbrayıl komandası isə necə deyim, hesabı açmışdı, amma Moik geri dönüş eləyərək oyundan 2-1 qələbə ilə ayrılmağı bacardılar. İndi Cəbrayıl komandası indi bu oyunda görək nə eləyəcəklər. Neler oyunda baş verir. İndi Mingəçevirin əks hücuma başlayacaq. Bağladı hücuma. Out Mingəçevirin də. Mingəçevir getdi. Mingəçevir. Out Cəbrayılın da. Aha, pressing. Artıq oyunun 36-cı dəqiqəsində və 35-ci dəqiqəsində yekunlaşır. Yava bir pas. Və indi Mingəçevir komandası paslaşırlar. Belə riskli hərəkətlər olmaz. Hər bir oyunçunun sağlamlığı ilə oynayırlar rəqib oyunçular. Yəni indi bəxtləri gətirdi. Hakim indi qırmızı vərəq göstərmədi. Bir oyunda 2 sarı vərəq var. İndi bunlar gör ikinci hissədə nələr baş verəcək belə halda. Və deyəsən penaltı təyin olunur ya da cərimə zərbəsi. Yox, qapıdan zərbədir. 37-ci dəqiqə gedir. Aha, indi Mingəçevir əla bir pas verir. Füzuli Məmmədovun yetirmələri. Aha, görək bu oyunda qələbə qazana biləcəkmi? Əla bir pas, amma qapıcı yerindədir. Elhat Nəzərlinin yetirmələri artıq birinci hissədə həm diktə eləyən tərəf, iki komanda da yəni diktə eləyən tərəfdir. Yəni həm birinci hissədə Mingəçevir diktə eləyir, həm də Cəbrayıl komandası. Yəni oyunun tempi düşmüyor başa hələ ki. Aha, riskli hərəkətlərlə artıq oyunçular yadda qalır. Bu nədir? Artıq 38-ci dəqiqə gedir, son dəqiqələrdir. Birinci hissədə Azərbaycan 1-ci liqasının artıq açılış oyunudur. Aha! Cəbrayıl Asad bu hücumun qabağını bağladı. Siz de bizim YouTube kanalımıza abone olmağı unutmayın. Out Cəbrayılın da. Baş məşqçilər isə təqdim eləyim deməli. Meydan sahiblərinin baş məşqçisi. Komandaya yenicə təyin olunmuş Füzuli Məmmədov. Cəbrayılın baş məşqçisi isə Elhat Nəzirli. Qayda pozuntuları bu oyunda çox oldu deyəsən. Hakim güzəştə getmir heç bir komandaya. Düzdür.
Cəbrayıl oyuncuları sarı vərəq almayıb, amma necə deyim, Mingəçevir komandasının oyuncuları 2 oyuncusu sarı vərəq alıb. Ala bir pas. Aha, qəşəng dürəmlik edirdi bayaq Mingəçevir, amma topu saxladı Mingəçevir komandasının üzvləri. Meydanda riskli hərəkətlərlə yatdı qalır oyuncular. Cəbrailin dəks hücuma çıxacaq. Qapçı yerindədir. 40-cı dəqiqə başlayır. Əla bir pas. Və Mingəçevir komandasının oyuncusu deyəsən zədələnib, deyəsən dəyişiklik olacaq. Mingəçevirin heyətində 20 nömrəli oyuncu girir. Deməli 8 nömrəli oyuncu çıxır. Və oyun qaldığı yerdən davam edir. Top meydandan çıxdı. Görək fasiləyə kimi oyuncular bir-birini zədələməsə yaxşıdır. Mikrofon arxasında da mənəm, Dəmirov, Hüseyn ağa. Artıq oyunun son dəqiqələridir. Cəbrayıl cərimə zərbəsi vuracaq. Son dəqiqələrdə. Və azarkeşlər dayanmadan səs deyirlər komandalarını. Mingəçevir komandası artıq paslaşır. Birinci hissədə artıq onlar 0-0'dan oynayıb. İkinci hissədə hesabı açmaq üçün çalışacaqlar. Təzyiq edir Cəbrailin oyuncuları və out deyil, top meydandadır. Riskli hərəkətlər meydan sahiblərindən gəlir, amma belə olmaz. 43-cü dəqiqə gedir. Out Mingəçevirindir. Out yenə Mingəçevirin oldu deyəsən. Füzuli Məmmədovu görürsünüz. O artıq oyuncularına tapşırıqlar verir qıraqdan. Üçüncü dəqiqə gedir. Son dəqiqələrdə artıq birinci hissədə Cəbrayıl. Mingəçevir Cəbrayıl oyununda elə ki hesab açılmayıb. Yenə də out Cəbrayılındır bu səfər. Elhad Nəzirlinin getirmələri görək bu oyunda qələbə qolunu vurub və də oyundan bir xal götürə bilərlər. Mingəçevir sərbəst atış vuracaq. 44-cü dəqiqə gedir.
Görək hakim birinci hissəyə nə qədər əlavə eləyəcək. İndi Cəbrayıl Mingəçevir pressing eləməyə çalışırdı və qayda pozulub. İndi Cəbrayıl əks hücuma çıxmağa çalışır. Nələrlə yadda qalır bu oyun. Mingəçevir topu ələ keçirir. Nigeriyalı yarım müdafiəçindi, görək nə edəcək, amma özünü bilə-bilə yerə atır, olmaz. Pressing tətbiq olunur. Birinci hissə ilə 0-0 ilə qutarsa böyle şeydi. Birinci hissənin əsas vaxtına 1 dəqiqə. Yo, 2 dəqiqə hakim əlavə eləyib, əla. Hələ ki oyun davam edir, canlı yayımımız da hələ ki davam eləyəcək. 2 dəqiqə əlavə olunub. Görək fasiləyə kimi hesab açıla biləcəkmi? Bizim təşkilatı dəstəklərimiz həm futbol arenasında, həm də ekstra time'dır. Mən hər ikisinə də həm öz adımdan, həm də YouTube kanalımız adından təşəkkürümü bildirirəm. Aha, pressing. Ala bir pressing alınmışdı, amma Cəbrayılın oyuncuları nə yaxşı ki orada sığortaladılar bir-birlərini. Altıncı dəqiqə gedir. Hələ ki oyun yekunlaşmıyor, belə out. Mingəçevirin də fasiləyə kimi hesab aça biləcəkmi? Hələ ki oyunda hesab 0-0'dır. Və indi Mingəçevir əla bir pası versə qolun yarısı demək, amma top meydandan çıxdı, heyflər olsun. Nələr baş verir oyunda? Və əla bir hesab açıla bilər. Və birinci hissə bitdi, ikinci hissədə görüşərək gələrik.